Bakıda güllələnən müəllimin vəziyyətinə bağlı bəzi xəbərlər var. Hamı üçün maraqlıdır ki, artıq bir neçə gündür ki, o xəstəxanaya yerləşdirilib və təbii ki, onun durumuna bağlı, səhhətinə bağlı insanlar maraqlanır. Bakıda İdrak Liseyində 10-cu sinif şagird tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti açıqlanıb artıq. Təbii ki, istinad edirəm mətbuat.az bəli xəbər ora istinad edirəm. Bu barədə kliniki tibbi mərkəzdən məlumat verilib sayta və 1997-ci il təvəllüdlü şəxsin qadındır da, müalicəsi haqqında reanimasiya şöbəsində davam etdirilir, yəni müalicəsi, onun vəziyyəti stabil qiymətləndirilir. Mən elə bilirdim əvvəl çox belə ağırdı, sonra dedilər ki, burada da məlumat verilib ki, stabildir vəziyyəti. Allah şəfa versin. İnşallah açıqlama verirlər ki, nəyə görə 10-cu sinif şagirdi məhz bu müəllimliyə ateş açıb, güllələyib. Belə deyim də, inşallah xəbərlər gəlir.